Bismillahirrahmanirrahim. Və salatu və selamu alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi və səlləm təsliman kəsiran ilə yevmiddin. Əmmə bə'd. Əziz qardaşlarım, Allah Azza və Cəllə Quran-ı Kərimdə bizə çox şeylər öyrədir. Məsələn, Allah Azza və Cəllə Fatihə surəsində bizə bəzi tövsiyələr verir. Bəqərə surəsində bəzi tövsiyələr verir. Yəni, hər surədə Quran sənə nəsə öyrədir. Elə bir ayə yoxdur ki, Allahın kitabında sənə nəsə öyrətməsin. Və bugünkü mövzumuz Bəqərə surəsinin 77-ci ayəsi haqqındadır. Aləmlərin Rəbbi olan Allah Azza və Cəllə buyurur ki, Əvələ ya'ləmunə ənəllaha ya'ləmu mə yusirrunə və mə yu'linun. Allah buyurur ki, məgər onlar bilmirlər ki, Allah onların gizlində saxladıqlarını və aşkara çıxardıqlarını bilir. Yəni, həy olan, həyatı kamil olan, qayyum olan, hər şeyi idarə edən Allah Azza və Cəllə bizə xəbər verir ki, ey qullarım, mən sizin gizlinizi bilirəm. Nə saxlayırsınız, onu bilirəm. Və aşkarınızı da bilirəm. Aşkarda hansı hərəkətlər edirsiniz, nələr danışırsınız, bunu da bilirəm. Və alimlər deyirlər ki, bu ayə bizə təqvalı olmağı öyrədir. Yəni, biləndə ki, aləmlərin Rəbbi olan Allah sənin gizlini və aşkarını bilir, artıq insan təqvalı olur. Baxın, Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur ki, Əynəmə təkunu huvə ma'akum. Harada olursunuz olun, o sizinlə bərabərdir. Harada olursan ol, o sizinlə bərabərdir. Və sonra ayənin arxasında buyurur ki, Vallahu bimə ta'məlunə basir. Allah sizin etdiyiniz hər bir şeyi görür. Nə edirsiniz? Allah görür. Yəni Allah buyurur ki, bax ey qullarım, mən sizin gizlinizi və aşkarınızı bilirəm. Və mən sizinlə bərabərəm və mən sizi görürəm. Və bu halda bir müsəlman, bir möminin halı necə olmalıdır? Təqvalı olmalıdır. Təqva nə əməlidir? Təqva qəlb əməlidir. Peyğəmbər sallallahu aleyhi və səlləmə sual verirlər ki, insanı cənnətə aparan ən böyük əməl hansıdır? Allah Resulü sallallahu aleyhi və səlləm cavabında buyurur ki, ət-təqva. Təqva da qəlb əməlidir və qəlb də Allah Azza və Cəllənin baxdığı yerdir. Allah Azza və Cəllə bizim qəlbimizə baxır. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, 3 dəfə barmağının sinəsini işarə edir, ət-təqva həhuna, ət-təqva həhuna, ət-təqva həhuna. Və Əli ibn Əbi Talib deyir ki, təqva nədir? Təqva deyir, Allahdan qorxmaq. Allahdan qorxmaq, necə Allahdan qorxmaq? Belə biz deyəndə ki, Allahdan qorxun. Bunlar edə bilirlər ki, biz deyirik, məsələn, vəhşi heyvandan qorxurlar, vəhşi heyvandan, gecənin zülmətindən, zalimin zülmündən. Allahdan belə qorxmursan, Allahdan onu sevərək qorxursan, onu təzim edərək qorxursan, onun heybətindən qorxursan, əzəmətindən qorxursan. Bu, məsələn, bizlər Allahdan necə qorxuruq? Onu sevərək qorxuruq. Onu sevirik, onun əmrlərini yerinə getiririk. Qorxuruq. Allahla öz aramızda bir maniyə götürürük. O da nədir? Allahın əmrləri və qadağaları. Əmrlərini yerinə yetirir, qadağalarından çəkinir. Bu da olur təqva. Necə ki, Əli ibn Əbi Talib deyir, təqva Allahdan qorxmaq, Qurana əməl etməkdir. Allahdan qorxmaq, Qurana əməl etmək, aza qane olmaq, yəni Allah sənə nə veribsə, onunla qane ol. Sonra isə deyir, ahirətə hazırlaşmaqdır təqva. Allah Azza və Cəllə Quran-ı Kərimdə təqribən 50-dən çox bizə təqvalı olmağa əmr edir. Peyğəmbər sallallahu aleyhi və səlləm də deyir. Deyir ki, harada olursan ol, təqvalı ol. Harada olursan ol, təqvalı ol. Yəni, harada olursan ol, Allahdan qorx. Harada olursan ol, Qurana əməl et. Harada olursan ol, aza qane ol. Harada olursan ol, ahirətin üçün tədarük gör. Necə ki, Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur ki, Fətəzəvvədu fəinnə xeyrəzzədi təqva. Azuqə toplayın. Ən xeyirli azuqə də təqvadır, deyir. Təqva. Yəni, sən biləndə ki, Allah sənin gizlini və aşkarını bilir, artıq sən təqvalı olursan. Yəni, maniyə götürürsən, Allah Azza və Cəllənin əzabından özünü qoruyursan. Çünki Allah Azza və Cəllənin bizim üzərimizin haqlarından biri nədir? Bizi mövcud edib, bizi var edib, bizi xatırladan edib
və bizə əmr edib ki, ona ibadət eləyək. Ona heç bir şeyi şərik qoşmayaq. Və sən də buna görə Allah Azza və Cəllə ibadət eləməlisən, təqvalı olmalısan. Və təqva ən əzəmətli ibadətlərdən biridir. Sonra isə bu ayə bizə, əziz qardaşlarım, nəfsi hesaba çəkməyə öyrədir. Sən biləndə ki, Allah sənin gizlini və aşkarını bilir, xəbər verir. Əvələ ya'ləmunə ənəllaha ya'ləmu mə yusirrunə və mə yu'linun. Məgər onlar bilmirlər ki, Allah onların gizlinlərini və aşkarlarını bilir. Yəni, bilirəm, ey qulum, və səninlə bərabərəm, və səni görürəm, və səni eşidirəm. Allah deyir, məgər bilmirlər, bilirlərsə artıq təqvalı olmalıdırlar. Bilirlərsə nəfslərin hesaba çəkməlidirlər. Nəfsini hesaba çəkməlisən. Sən bu nəfsi, özünü hesaba çəkməlisən. Hazırlıq görməlisən. Allah Quran-ı Kərimdə buyurur ki, وَلْتَنْظُرْ نَفْسُ مَا قَدَّمَتْ لِغَدٍ. Hər kəs sabahı üçün nə hazırladığına baxsın. Sən sabahın üçün nə hazırlamısan? Yəni, sabah burada qiyamətdir. Yəni, qiyamət bizə o qədər yaxındır ki, Allah qiyamətə sabah deyir. Allah əmr edir ki, ey qullarım, sabahınız üçün hazırlıq görün. Yəni, qəbriniz üçün hazırlıq görün. Diriliş günü üçün hazırlıq görün. Məhşər günü üçün hazırlıq görün. Haqq hesab günü üçün hazırlıq görün. Sirat üçün hazırlıq görün. Allah Azza və Cəllə bizə əmr edir ki, nəfsimizi hesaba çəkək. Necə ki, Allah Azza və Cəllə başqa bir ayda buyurur. Necə ki, Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur ki, فَوَرَبِّكَ لَنَسْأَلَنَّهُمْ əcməin. Ey Muhammed, Rəbbinə and olsun ki, onların hamısını sorğu-sual edəcək. Yəni, bu artıq səndə məsuliyyət yaradır. Çünki Allah and içir. And içir. Özünə and içir. Ey Muhammed, Rəbbinə and olsun ki, o qullar var ha, mənim məxluqlarım var ha, onların hamısını bir sorğu-suala tutacaq. Başqa bir ayda buyurur ki, Allah Azza və Cəllə, يَوْمَ تَجِدُ كُلُّ نَفْسٍ مَا عَمِلَتْ مِنْ خَيْرٍ مُحْتَرًا. O gün hər kəs etdiyi yaxşı əməllər və etdiyi pis əməllər hazır onun qarşısında dayanacaq. Allah buyurur ki, ey qullarım, bu dünyada nə etmişsiniz? Zərrə qədər pislik etmişsiniz. Zərrə qədər yaxşılıq etmişsiniz. Ahirətdə sizin qarşınızda dayanacaq. Allah Quran-ı Kərimdə buyurur, ey qullarım, yaxşı və pis əməllər sizin qarşınızda dayanacaq. Sonra Allah ayənin arxasında buyurur ki, o yaxşı əməlləri, pis əməlləri insanın önünə gətirib qoyduqdan sonra Allah buyurur ki, Tavaddu ləv ənnə beynəhə və beynəhu əmədən bəidə. Arzu edəcəkdir ki, onunla pis əməl arasında böyük bir məsafə olsun. Pis əməllərin görməsin. Bu nə deməkdir? Bu o deməkdir ki, əziz qardaşlarım, nəfsimizi hesaba çəkək. Allaha yaxın olaq. Allahın sevgisini qazanaq. Baxın, biz dostlarımızın, qardaşlarımızın, valideynlərimizin, uşaqlarımızın, həyat yoldaşımızın sevgisini qazanmaq istəyirik. İstəyirik ki, bizi sevsinlər, anamız, atamız, qohumlarımız, dostlarımız, elə deyil. Və çalışırıq, onlara xidmət edirik, qayğılarına qalırıq və s. və s. Maddi və mənəvi ehtiyaclarını yerinə yetiririk. Bəs Allahın səni sevməyi üçün nə edirsən sən? Allah səni sevsin deyə nə edirsən? Bilirsən Allah səni sevsə nə olacaqsan? Yeryüzünün ən xoşbəxt qulu olacaqsan. Ən sevimli qulu olacaqsan. Və bilirsən ki, Allah səni sevsə, Cibrili çağıracaq, Cibril aleyhissalamı. Çağıracaq, deyəcək, ey Cibril, mən Əhməd adlı qulumu sevirəm. Əhməd Nizamoğlu qulumu sevirəm. Sən də onu sev. Cibril də onu sevəcək. Və Cibril bütün səma əhlinə deyəcək ki, Allah Əhməd Nizamoğlu'nu sevir. Və onlar da onu sevəcək. Və yer üzərində olan insanlar da onu sevəcək. Və yer üzərində olan insana qəbul qoyulacaq. Yəni Allahın səni sevməsini istəmirsən, sən hər cəhdlə çalışmalısan ki, Allah səni sevsin. Allahın sevgisinə, Allahın sənə razı qalmasına sən çalışmalısan. Çünki ən yaxın dost odur. Ən sadiq dost odur. Ən mehriban dost odur. Ən rəhimli dost odur. O qullarına misqal qədər də zülm etməz. O adildir.
Və Allahla dost ol. Allah səni sevsin. Əziz qardaşlarım, bu ayə bizə öyrədir ki, təqvalı olduqdan sonra nəfsimizi hesaba çəkək. Hər birimiz nəfsimizi hesaba çəkməliyik. Sonra qardaşlar, bu ayə bizə nə öyrədir? Bu ayə bizə tövbə etməyi öyrədir. Bilirsən ki, Allah sənin gizlini bilir. Artıq neynəməlisən? Hər gün səhər axşam zikirlərində deyirik, Əbu bidənbi, ya Rab, günahımı boynuma alıram. Etdiyim günahımı boynuma alıram və sənə tövbə edirəm. Sən biləndə ki, Allah sənin gizlini bilir, bu halda sən günahını etiraf edib, Allaha təşlikdə günahını etiraf edib, ona tövbə etməlisən. Deməsən, ya Rab, bu günaha tövbə edirəm. Bir daha sənə asi olmayacam. Bir daha sənə üsyankarlıq etməyəcəm. Təşlikdə çəkilirsən bir kənara, Allaha münacət edirsən. Allaha yalvarırsan, ona tövbə edirsən. Və bilirsən ki, sən tövbənlə Allaha sevindirirsən. Necə ki, hədisdə gəlib mənaca deyirəm, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Allah qulunun tövbəsinə səhrada dəvəsini itirən, hansı ki, dəvəsinin üzərində azuqəsi var, suyu var, yeməyi var, onu itirən, sonra onu tapan, o dəvəsini tapanın sevincindən daha çox Allah sevinir. Təsəvvür edirsən, bir sahralıq, ucu bucağı yoxdur, bir dəvən var. Sənin bütün azuqənin, suyun, yeməyin o dəvənin üzərində. Birdən dəvəni itirirsən, axtarırsan 5 saat, 6 saat, sonradan bir də dəvəni tapırsan, yəni ölümdən qurtulursan da, necə sevinərsən? Dəhşətli sevinərsən də. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, ey qul, sən tövbə edəndə Allah ondan da çox sevinir sənin tövbənə. Yəni bu, Subhanallah, bu ayə bizə tövbə etməyi öyrədir. Çünki gizlimizi bilir. Nə gizlədirsən? Allahdan nə gizlədə bilərsən? Tövbə elə. Allah, bax Allah, o bütün məxluqatın Rəbbidir də, əzəmət sahibidir, pakdır, müqəddəsdir, bütün eyib sifətlərdən münezzəhdir. Nə vardırsa, hər şey yaradan odur. Gördüyümüz və görmədiyimiz nələr varsa hamısını yaradır. O çox böyük işlər görür də, qüdrət sahibidir, çox güclüdür, cabbardır. İstədiyi vaxtı səbəbsiz edəndir. O bir şey olmasını istəyəndə səbəb lazım deyildir, o da dərhal olur. Belə bir Allah Quran-ı Kərimdə bizi çağırır. Deyir ki, ya eyyuhəl-ləzinə əmənu, bizimlə məşğul olur. Ey iman gətirənlər, tubu ilallahi tövbətən nasuhə. Allaha səmimi tövbə edin. Tövbəyə çağırır bizi və sənə olan rəhmətindən tövbə qapısını sənin üzrə bağlamır. Nə vaxtsa bəlkə qayıtdın. Tövbə qapısını ölənə qədər sənin üzünə bağlamır. Nə vaxt bağlayır sənin üzünə tövbənin qapısını? Artıq ölüm mələyin görəndə. Sən ölüm mələyin gördükdə artıq tövbə qapısı bağlanır sənə. Vallahi. Ona qədər Subhanallah, hətta ölüm yatağında olsan belə, o qarqara etmirsənsə, ona qədər belə sənə tövbə qapısını açıq saxlayır. Səninlə gör, nə gözəl müamilə edir. Nə yaxşı müamilə edir Allah Azza və Cəllə. Yəni, bu ayə, əziz qardaşlar, bizə öyrədir ki, gizlimizi və aşkarımızı bilən Allahdır. Bu ayə bizə öyrədir ki, təqvalı olaq. Bu ayə bizə öyrədir ki, nəfsimizi hesaba çəkək. Bu ayə bizə öyrədir ki, tövbə edək. Sonra, əziz qardaşlarım, bu ayə bizə səbri öyrədir, səbri. Necə səbri öyrədir bizə bu ayə? Çünki Allahdan sənə daha yaxın heç kim yoxdur. O bizə şah damarımızdan da yaxındır. Mənim bütün hərcətimi bilir. Mənim bütün problemlərimi bilir. Bütün sıxıntılarımı bilir. Hamısını bilir. Heç kim mənim halımı Allah kimi bilə bilməz. Mənim də müəyyən çətinliklərim varsa, müəyyən problemlərim varsa, mən bilirəm ki, bunu Allah bilir. Və mən səbr eləməliyəm. Səbr eləməliyəm o çətinliklərə, o problemlərə dözməliyəm. Çünki bilirəm Allah bunu bilir. Allah bunu bilir və mənə belə deyək də bir güc gəlməlidir, qüvvə gəlməlidir ki, mənim bu problemimi Allah bilir. Deməli, Allah məni imtihan edir. Allah məni biraz əcrimi qaldırmaq istəyir.
Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, səbirdən daha geniş, ən böyük nimət heç kimə verilməmişdir. Səbir verilibsə sənə, Allahu akbar, sənə böyük bir nimət verilib. Səbir verilibsə sənə, dünyanın yarısı sənə verilsə də, səbr ondan üstündür. Təsəvvür edirsiniz. Çünki Allah Quran-ı Kərimdə buyurur ki, İnnəmə yuvaffəs-sabirunə əcrahum biğeyri hisab. Allah səbr edənlərə mükafatı hesabsız verəcək. Digər əməllərin hesabı var. Məsələn, namazın hesabı var. Hesabı var. Yəni, pük nöqtəsi vardı, orada bitirir. Məsələn, 10.000'dir savabı. Və sədəqənin hesabı var. Məsələn, 5.000'dir. Zəkatın, məsələn, nöqtəsi var. 30.000'dir, məsələn. Amma səbrin sonu yoxdur. Allah deyir ki, hesabsız verəcəm. Səbr edibsə, o mükafat verəcəm. Hər mükafat verəcəm də. Səbr edənlərə mükafatı hesabsız verəcəm deyir. Hesabsız. Allah verəcək. Təsəvvür edirsən. Görün, İslamda səbrin önəmi nə qədər əzəmətlidir. Ona görə də Əli ibn Əbi Talib buyurur ki, səbirsiz insan başsız bədən kimidir. Başsız bədən necə olar? Bədəni idarə edə bilmir. Elə deyil. Səbirsiz insan da imanını idarə edə bilmir. Səbirsiz insan təqvasını idarə edə bilmir. Səbirsiz insan elmi olsa belə elmi ilə faydalana bilmir. Səbir yoxdursa, qardaş, belə deyək, səndə fayda yoxdur. Fayda yoxdur. Hamısının başında səbir deyilmir. Səbir. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, As-sabru diyaun. Səbir nurdur, nur. Sənə bütün qaranlıqlardan yol göstərir səbir. Sən tək ki, səbirli ol, möhkəm ol. Çünki bilirsən ki, Allah bilir, sənin gizlini bilir, problemini bilir. Allahın bilməyi mənə kifayət deyil, əziz qardaşım. Kifayətdir, elə deyil. Allah bilirsə, Allah mənə yetər. Sonra, əziz qardaşlarım, bu aya bizə ümidi öyrədir, ümidi. Ümid. Çünki Allah buyurur ki, ey qullarım, Lə taqnatu min rəhmətillah. Allahın rəhmətindən ümidinizi üzməyin. Allahın rəhmətindən ümidi üzmə. Sənin günahın, Allah buyurur, samaya çatsa da belə, mən bağışlayacağam. Mən bağışlayanım da. Mən qaffaram. Mən qafuram. Mən afuvam. Mən bağışlayanım. Mən lətifəm. Mən həliməm. Allah bağışlayandır. Günahın nə qədər olur olsun, Allah səni bağışlayacaq. Bu ayə bizə ümidi öyrədir. Nə qədər problemin olur olsun, Allah deyir, dua et, duana icabət edəcəm. Nə qədər problemin olur olsun, Allah deyir, təvəkkül et, mən səni işlərini asanlaşdıracağam. Nə qədər problemin olur olsun, nə qədər belə deyək, çətinliyin olur olsun, təqvalı ol, Allah sənin bütün sıxıntılarını aradan aparacaq. Allah bizə ümid verir. Ümid verir. Bizim gizlimizi bilən, aşkarımızı verən Allah bizə ümid verir. Və biz bu ayəni oxumaqla, Bəqərə surəsinin 77-ci ayəsini oxumaqla təqvalı oluruq. Nəfsimizi hesaba çəkirik. Sonra nə edirik? Tövbə edirik. Elə deyil. Sonra nə edirik? Səbirli oluruq. Sonra nə edirik? Ümidli oluruq. Allaha ümidimiz olur. Sonra nə edirik? Bu ayə bizə nə öyrədir? Əxlaqlı olmağı öyrədir. Bir də nə ayədir? Allah sənin gizlini bilirsə, artıq əxlaqlı olmalısan da. Hərəkətə diqqət eləməlisən. Danışıqlara fikir verməlisən. Hər bir evdə həyat yoldaşınla, övladlarınla gözəl davranmalısan. Belə də şiddət göstərməməlisən. Onlara mehriban davranmalısan, əxlaqlı olmalısan. Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdə nə buyurur? Sizin ən xeyirliniz, ən əxlaqlınız ailəsinə ən gözəl davrananınızdır. Ailə gözəl davranmalısan, əxlaqlı olmalısan. Çünki Allah sənin gizlini bilir. Əgər əxlaqlı olmasan, Allah Azza və Cəllə səni uzaqlaşdıracaq o səndən. Sən istəmirsən, o səni sevsin. Ən böyük qayə odur, elə deyil, Allahın səni sevməsi. Məsələn, belə deyək də, bu dünyada biz gördüyümüz insanlar, məsələn, bir xanım sevirlər, bir qadın sevirlər. Onun bütün istədiyi yerinə yetirirlər də. Belə deyək də, ağdırsa ağ, qaraya ağdırsa ağ deyirsən, ağa qaradırsa qara deyirsən. Nə var, onun belə deyək də, istədiyini eləyəsən.
onun sevgisini qazanasan. Müəyyən bir vaxta qədər belə deyək də, nə deyir onu eləyirsən, nə deyir onu eləyirsən. Qıraqdan bir kölə kimi görsənir adam. Təsəvvür et, kölə elə bir kölədir də, bir qadının köləsidir. Elə görsənir. Çünki istəyir ki, onu sevsin. Sevirək o xanımı. O xanımın da onu sevməsi üçün əlindən gələn hər bir şeydir. Hər bir şeydir ki, o bir dənə onu sevsin. Allaha elə köləlik eləmir insan, təsəvvür edirsən. Bax, belə insanlar var. Baxın, kənardan yəni belə insanlar görərsiniz. Nə üçün edir? Bir qadının onu sevməsi üçün. Bəs Allah üçün. Allah səni sevməsi üçün sən çalışmalısan. Allah səni sevməsi üçün, əziz qardaşım, bu əxlaqlı olmalısan. Təqvalı olmalısan. Səbirli olmalısan. Yumşaq sözlü olmalısan. Səxavətli olmalısan. Malını Allah yolunda xərcləməlisən. Allah yolunda malından keçməlisən. Bugünkü gündə baxsan, bəzi insanlar xərcləmirlər Allah yolunda malını. Xərcləyənlər var, əlhəmdülillah. Amma bəzi insanlar xərcləmirlər. Allah azza və cəllə o malın mülkü belə deyək, sənin qara qaşına görə, qara gözünə görə verməyib. Allah o malın mülkü verib ki, onun dininə yardım eləyəsən, onun dininə xidmət eləyəsən. Allah o malı sənə verib ki, axirətin üçün hazırlığı görəsən. Allaha yardım eləyəsən. Bütünlüklə bizlər, hər birimiz Allaha yardım etməliyik. Allahın dininə yardım etməliyik. Allah hər şeyə qadirdir. Sadəcə Allah bizi imtihan edir. İmtihan edir ki, onun dininə xidmət eləyəcəyik, yoxsa yox. Allahın dininə xidmətdir, əziz qardaşım. Allahın sevgisine nail olmaqdır. Sədəqə verməkdir, zəkat verməkdir. Namazları vaxtında qılmaqdır, sünnələri qılmaqdır və digər nə qədər xeyir əməllər var ha. Hamısını etməlisən ki, Allah səni sevsin. Allah səni sevsə də, vallahi billahi, səndən yer üzərində xoşbəxt insan olmayacaq. Ona görə İbn Teymiyyə rəhməhullah buyurur ki, cənnətdir bizim qəlbimizdə, qəlbimizdə. Cənnət bizim buramızda. İstər villalarda yaşayaq, istər türmədə yaşayaq. Biz cənnətimizi yaşayırıq onsuzca. Cənnət var buradadır. O cənnəti burada düzəltməlisən. Düzəltməsən qardaş, nə qədər həcc edirsən elə, nə qədər namaz qılırsan qıl, nə qədər nə bilim yaxşılıq edirsən elə. Xeyri yoxdur qardaş. O sevgini, o ləzzəti ala bilməyəsən, o zövqü ala bilməyəsən. Allahla aranda münasibət olmalıdır. Gözəl münasibət, yaxşı münasibət. Hər şeyi Allah üçün eləməlisən. İnsanlara fikir verməməlisən. Hətta sənə düşmənçilik eləsələr belə fikir verməməlisən. Allaha buraxmalısan. Çünki gizlini bilir. Sənə edilən zülmü bilir. Uzatmaq da onun əlindədir, alçaltmaq da onun əlindədir. Necə ki Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurmur. Necə ki Allah buyurur: "Tu'izzu men teşâ və tuzillu men teşâ." İstədiyini izzətli edən odur, istədiyini alçaldan odur. İzzət də onun əlindədir, əziz qardaşım. İzzət onun əlindədir. İzzətli olmaq istəyirsən, o səni izzətli edəcək. Yəni hörmətli edəcək də. Sən məsələn məscid cəmaatının içində istəyirsən ki, hörmətli olasan, hamı səni hörmət eləsin, hamı səni saysın və s. və s. Kuruqun olsun, filan kəslə görüşdüm, filan kəslə tanınır məsələn, güclü adamdır və s. idmançı adamdır, yəni pullu adamdır. Onunla gəlib görürsən ki, səni kənardan görsünlər ki, bundandır ki, izzəti onda axtarırsan, bədbaxt. Düz demirəm, yəni görüşmək lazımdır, qardaşdır. Burası sən, əgər niyyətin belədirsə, vallahi var sənin halına. Həqiqətən əziz müsəlman qardaşlarım, yəni Allahın sevgisini qazanmalıyıq.